biraz şişirtdim sessiz küysüz deyəndə. Biraz qalmaqallı məsələ olacaq. Zaten anonsdan da artıq çoxları bilir söhbət nədən gedir. Bizə anonslar qalmaqallı söhbət yazılıb bilənə. Və İlqar Hacıyev və Mehman Hüseynovla görüşürük dəyərli izləyicilər. Hər vaxtınız xeyir dəyərli bəylər. Hoş gördük. Hoş gördük. Hoş gördük. Demək, mən açığı bu yayılan Mehman bəyin son proqramlarının, buraxılışlarının təfərrüatına varmaq istəmirəm. Zaten onu bütün ölkə görüb, ölkədən də artıq çoxlu sayda adamlar hesab eləsək, ən müxtəlif platformalarda milyonlarla baxış var. Dəqiq deyəmərəm, amma hər halda milyonlarla deyə biləcəyimiz izləmə var həmin videolarda. Mən dünən ötəri bir göz gəzdirdim müxtəlif platformalarda harda nə qədər baxıla bilir təxminən. Çox böyük ajiyataj yaradıb. Mən məhz bu məsələnin təfərrüatı ilə bağlı deyil, amma faktın özünün ətrafında bir söhbət etmək istəyirəm. Bir qədər də oponent mövqeyindən açıq söhbət etmək istəyirəm. Bu yalnız onunla bağlı deyil ki, mən bütün bu proseslərə və məsələlərə biraz fərqli prizmadan yanaşıram. Amma eyni zamanda cəmiyyətdə az da olsa, seyrək də olsa bir narazı yanaşmalar oldu hər halda. Seyrək olsa gözümə dəydi belə yanaşmalar. Əksəriyyətin fikrindən deməyəcəm, adamların hər kəsə münasibəti özünə görədir. Amma elə ilk sualımı da istəyəcəm bir kategorik olaraq Mehman bəydən, yəni qısa cavab verməyə də bilərsiniz, nə qədər istəyirsiniz, vaxtımız var. Mehman bəy, bu qisasdır yoxsa informasiyadır? Bu informasiyadır. Bu informasiyadır və bu bir növ İlham Əliyevin bizə qarşı illərdir, sizə qarşı, digər siyasi fəallara qarşı, həbsdə olan dostlarımıza qarşı yürütdüyü bir siyasət idi. İlham Əliyev özündən çox əmin idi. O bu işlərə düşünmədən əl atırdı, düşünmədən tapşırıqlar verirdi köhnə Milli Təhlükəsizlik Nazirliyinə, indi Dövlət Təhlükəsizlik Xidmətinə və İlham Əliyev çox rahat idi ki, bir gün zaman dəyişər və onun da qapısı döyülə biləcək və ona görə də bütün bu fonun içində bütün ictimaiyyəti, milləti maraqlandıran bir sualın cavabını tapdıq. Kimdir bu Alyona Qonçar Əliyeva? İlham Əliyevin gəlini kimdir? Hansı ailədən çıxıb? Tarixçəsi nədir? Niyə bu adam gəlib Azərbaycanda birinci leydi, birinci vitse-prezident olmalıdır? Bu sualın cavabını tapdıq. İkinci məsələ mənim üçün həm də vacib məsələlərdən biri. İlham Əliyev və Əli Nağıyev artıq öz üzərində də bunu hiss eləyiblər ki, insanı şantaj eləmək, insanı belə deyək də burnunu cəmaatın şəxsi həyatına soxmaq, insanları lüt şəkillərlə, intim videolarla şantaj eləmək, insanların keçmişini sorğulamaq. Bax, bu hissləri artıq mən indi tam rahatam ki, İlham Əliyev və Əli Nağıyev də bu hissləri yaşayıb. Ona görə də bu bir informasiya idi, hər kəsi maraqlandıran sual idi. İki, artıq İlham Əliyev də bizim kimi qurbandır, bizlərdən biridir. Çünki burada Alyona Əliyevanın keçmiş həyatı sorğulanıb, Alyona Əliyevanın intim fotoları yayılıb və bu bütün sosial şəbəkələrdə bu gündəmdən düşmür. Bu İlham Əliyeva problem yaradır. İlham Əliyev şantajdan əziyyət çəkən kluba xoş gəldin. Aramıza xoş gəldin. Bəy, baxın, mən bir neçə dəfə İlqar bəylə bu hanımefendinin mənşəyi ilə bağlı müxtəlif kontekstlərdə toxunmuşduq hər halda. İlqar bəy bunun Qodnisanovun qızı olmadığını demişdi və cəmiyyətdə də ümumiyyətlə heç bir məlumat yox idi ki, kimdir, nəçidir. Mən üçün də maraqlıdır, hələ də açıq maraqlıdır ki, niyə gizlədirdilər? İlqar bəy, sizin bir yorumunuz varmı? Niyə gizlətsinlər yəni? Bəy, mənim yorumum odur ki, niyə gizlətsinlər?
bu tarixi yəqin yaxşı bilibdilər. Yəni düşünmürəm ki, bunların xəbəri olmayıbdı. Yəni bir dənə Odessa qızı ola bilər. Niyə olmasın ki? Niyə kimsə ailəsində işimiz yox, hətta kimsə boşanıb təzədən ərə gedib, onda da işimiz yox. Yəni bunu tam rahat, ən əsası Mehmanla biz bu işi başladıq axtarmağa, bunların alında nə mal mülk var, Alonagilin. Biz hamı düşünür ki, biz düşünmürdük ki, bu Alona nə bilim kim olacaq. Bizim gəlin deyirəm, o mənim işim deyil. Və elə bir şayə yaymışdılar ki, Qod Nisanovun qızıdır. Ki bu belə bir nəsildəndir, hörmətli nəsildəndir, nə bilim, Leylanı biznesmenə verib də, Eminə vermişdi biznesmenə. Bu Səməd, o da biznesmen, atası Aydın biznesmenə veribdi Arzunu. Bunu da elə bir obraz yaratmışdılar. Qod Nisanov da yəni bir kişiliyi, mərdliyi çatmırdı ki, çıxıb desin ki, qardaş, məni niyə qurdalayırsınız? Mən axı bu adamın heç bir əlaqəm yoxdur. Yəni eşitməmişəm ki, Qod Nisanov çıxıb bir konkret olaraq bir də kiməsə desin ki, ya qəbul etsin ki, mənim qızımdır və yaxud da desin ki, yox, mən bu adamı heç tanımıram. Ona görə bu hər tərəfə sərf eləyirdi. Qod Nisanov da bu işdən də daha çox özünə xal qazanmaq istəyirdi ki, hamı düşünür ki, İlham Əliyevlə qohumam. Yəni, hər adamın öz marağı var bu işdə. Yəni, bu bir dənə burada arada ən başına iş gəlmiş bir adam balaca Heydər Əliyevdir. Yoxsa qalanı, heç kimin burada bir ziyanı yoxdur. Bunların gizlətməyinlə bunlar həqiqəti xalqdan qorxurdular. Ortaya nə həqiqət çıxarsın ki? Alona kimdir? Və məsələ bəy, mən Mehman bəyək danışır. Deyir ki, mənim yatağıma, otağıma, başqalarının özünüz bilirsiniz, bəlkə yüzlərcə insanın həyətini güdübdülər, yüzlərcə insanın yatağına giribdilər və Mehmana erməni, anası ermənidən. Mehman anası qadın deyil və deyirlər ki, qadın işinə qarışmaq olmaz, yaxşı kişisiz. Bəziləri bu trollar çıxıb danışanda Mehmanın anası adam deyil. Nəyə görə Mehmanın anası rəhmətə gedən insanı siz şantaj edirsiniz ki, bu ermənidir, bu filan kəsdir, otağına, yatağına girirsiniz, sonra trans hassasa bir yaramazı ortaya çıxardırsınız. Yəni, Mehmanın başına gətirilən işləri, kimsə Mehmanı qınıyırsa, mən Mehmanı qınamıram. Mən kiminsə ailəsinin arxasınca danışmaq, göstərmək mənim işim deyil, Qənimət bəy. Ancaq Mehmanın tarixinə baxaq da, bu insanın başına nə zülmlər gətiribdilər? Hər birimizin. İndi mənim başqa cür başıma zülm gətiribdilər. Qənimət bəy, sənin neçə illər türmədə saxlayıbdılar. Mehmanın özünü türmədən tutmuş, döyülməkdən tutmuş. Nə bilim, bu insanın atasının 76 yaşında atasının seks şeyini çəkibdilər. Bəy, bunu nə gözləyirlər? Bu İlham Əliyev nə gözləyirdi axı? İlqar Hacıyevin anası erməni, Mehmanla Hüseynovun anası erməni. Niyə sizə olar, bizim ailəmizə dəymək olar? Hətta biz siyasətçi deyilik, heç kimin bir... Ancaq siyasətçinin ailəsini kimsə danışar, müzakirə edə bilər. Yəni, şəxsi həyətin heç kimə aidiyyəti yoxdur. Ancaq sən uşaqlarını gətirmirsən, birinə soqara aparırsan, birini Heydər Əliyevin vitse-prezidentidir, biri kimdir, nədir. Sən öz uşaqlarını həm biznesə, həm siyasətə gətirmirsən. Özün də sonra deyirsən ki, ayıbdır, Azərbaycan kişisinə qadını müzakirə etməzlər. Biz qadın axtarmırdıq. Biz axtarırdıq ki, İlham Əliyev malı mülkü Alona'nın hası nəslinə, hası tərəfə verir. Bu yeni qudalara da bir... Bəli, hələ qabaqda maraqlı məsələlər var. Hələ bu Mehman onu özü açıqlayacaq, deyəcək. Mən buna, Qənimət bəy, başqa cür bu suala qayıdıram ki, niyə İlham Əliyevə sərf eləyirdi ki, bütün cəmiyyət bunu Qod Nisanovun qızı kimi qəbul eləsin. İlham Əliyev bu millətin beynini bilir, başa düşür ki, bu millət nə istəyir. Yəni, misal üçün, mən adi bir misal deyim. Mən Alona Əliyevanın bu olay baş verməmişdən qabaq, Alona Əliyevanın 10.000 avroluq sumkasını ortaya çıxardırdım və ya paltarını.
İnansız Qəmət bəy, mənə yazırdılar ki, "Ay Mehman, hər şeyi başa düşdük. Misal üçün sən Mehriban Əliyevanın sumkasını yazdın, araşdırdın, digər nazirlərin. Amma Alona Əliyeva Qod Nisanovun, yəni Zadəgan ailəsində böyüyüb, bu pul içində böyüyüb, bu almasın, kim alsın? Yəni insanların belə bir fikri var idi ki, bunu heç büdcədən oğurlamağa ehtiyac yoxdur. Axı bu Qod Nisanov Hə, özləri biznesmenin qızıdır. varlıdırlar kifayət qədər. Varlıdırlar. Və bu bizim işimizə biraz maneə yaradırdı ki, qardaş, biz cəmaata deyəmirik ki, bu kimdir, bu qız kimdir, nəçidir. Alona haqda informasiyamız yoxdur. Cəmaata da bilmirik nə deyək. Və bu bizə biraz işimizi yubadırdı. Ona görə də İlham Əliyev çox istəyirdi ki, cəmiyyət bunu oliqarx qızı, biznesmen qızı kimi qəbul eləsin. Və İlham Əliyevin ən böyük qorxusu oydu ki, Allah eləməsin bir gün bunun keçmişini kimsə tapar, kimsə bunu ortaya qoyar ki, bu kasıb ailədən çıxıb, bu Odessada, klublarda gəzib, bu evli olub, boşanıb, sonra nişanlanıb. Yəni İlham Əliyevin bəlkə də həyatında ən çox stres yaşadan məsələ bu idi ki, ay Allah, birdən bu bir gün kimsə bunun xəbər tutar. O məsələyə sonra gələrik, xəbər tutar, xəbər tutmaz. Bu İlqar bəy dedi ki, biz yeni qudaların, yəni Alyonanın atası tərəfin artıq biznes imkanlarını araşdırırdıq. Əliyev onlara da biznes mövqeyi verib yoxsa yox və ya hansı sahələri verib yoxsa yox. Və bu informasiyadan belə qənaət yaranır ki, bütün bu əldə etdiyiniz məlumatlar sizin özünüzün məlumatlarınızdır. Amma bir xeyli söhbət də var ki, bunu hər halda kimlərsə bu informasiyanın sizə çatmasında yardımcı olub. Olubmu? Yoxsa elə özünüz axtarırsınız? Olub. Bunu gizlətməyə heç vaxt ehtiyac yoxdur. Mən jurnalistəm və mənim mənbələrim ola bilər. Bunu mənə pulla satdılar, bunu mənə ötürdülər, bunu mənə nə bilim İlham Əliyevin ətrafı verdi, kimsə verdi. Bu artıq önəmi yoxdur. Önəmi odur ki, informasiya verilib və informasiya deməli faktı yoxlanılıb, təsdiq olunub ki, bu düzgün informasiyadır və bu informasiya Azərbaycan millətinə, xalqına lazımlı olan informasiyadır. Biz də mən gizlətmirəm, mənə çıxıblar, bildiriblər ki, informasiya var, var fotolar, var videolar, var material, var faktlar. Amma videolar hələ yayılmayıb məncə, yox? Nələr? Hələ mən sizdə yalnız deyəsən fotolar gördüm, videolar görməmişəm. Videolar hələ ki yaymamış da, bizdə hələ araşdırmalar davam edir. Dedilər ki, bizdə sənə lazım olan var, o şəxsə də lazım olan nədir? Maliyyədir. Və bu bir biznes olub, pul verilib, material alınıb və yayılıb. Bu həm də o söhbətdən, üzr istəyirəm, mən biraz belə müstəntiqvari danışacağam bu məsələdə. O söhbətdən, yəni bizdə informasiya var və ya pulla satırıq Mehman Hüseynova və ya bir başqasına. Sizə elə gəldimi ki, bu adamlara heç pul lazım deyil? Sadəcə olaraq yolunu alırlar. Gözəl sualdır. Bu sizin sualınızı biz artıq alış-veriş eləyəndən sonra mən düşündüm ki, mən ona biraz üstünə geçsəydim və desəydim ki, pul yoxdur, istəyirsən ver, istəyirsən vermə, mən əminəm ki, biz hətta pul verməsəydik belə o informasiyanı mənə verəcəkdilər. Mən əminəm ki, bu təsadüfi deyil. Bəlkə üstündə pul da verərdilər. Ola bilərdi. O bir mərhələ sonra o gəlir artıq. İlham Əliyev Davosdaydı, Bala Heydəri artıq görüşlərdə gəzdirirdi və bu həmin ərəfədə baş verib və biz gözləmədən oturduq, ssenarini yazdıq, kinonu çəkdik, araşdırmanı ortaya qoyduq, paylaşdıq. Sonra məsələn oldu, qısa onu deyim. Paylaşdıq və hakimiyyət cəhd eləmək istəyib ki, o çox önəmli bir şeydir. Cəhd eləmək istəyib ki, bunlar deepfake deyilən süni intellektlə hazırlanmış, professional hazırlanmış bir fotolardır. Ona görə də biz
mənbəyə bildirdik ki, və mənbə bildirdi ki, Alona'nın keçmiş sosial şəbəkə istifadə etdiyi sosial şəbəkələr də məndədir. Bu Vkontakte, Odnoklassniki, Instagram. Bəli, mən dedim ki, aha, bu indi məqamdır. Sən zəhmət olmasa profillərdə aç. Bu profillər də açır, mənə təqdim eləyir və biz artıq onu paylaşıram ki, İlham Əliyev, bax Alona Qonçar 2015-ci il Fransada, Alona Qonçar 2017-ci il Fransada, 2018-ci il Alona Qonçar Aydındır. Baxın, İlqar bəydən bir şey soruşmaq istəyirəm. O məsələnin elə bir sahəsi var ki, onun hər halda qənaətləri daha dəqiq ola bilər. Ehtimal etsək ki, bu fotoları, bu məlumatları, bu informasiyaları Mehman bəy deyir, videolarda var. Onu hələ biz görməmişik, özü görüb ki, rüxsət buyursalar, gələcəkdə biz də görəcəyik ya da görməyəcəyik, bilmirəm. Amma bütövlükdə bu informasiya külliyyatını hesab eləsək ki, Azərbaycanın içindən kimlərsə verib. Çünki ağlabatan versiyalardan biri də odur, Azərbaycanın içindən ola bilər. Bu, ağırlıqlı olaraq biz nəyin üzərində düşünməliyik? Bu, ailənin içindənmi ötürülə bilər, yoxsa hökumətin, komandanın içindənmi? Düşünürəm ki, bu komandanın içindən verilibdir. Ailənin içindən inanmıram kimsə bunu bölüşdürün. Çünki ailədə hamı bilir ki, birinin başına gəlsə, hamının başı gedəcək. Yəni, bu məsələ İlham Əliyevin ailəsindən çox şey tanıyıram. Onlar nə zibil etsələr də çərdə özləri ört bastır eləyəcəklər, bağlayacaqlar, çıxıb gedəcək. Bu kimsə, biz necə deyə bilərik? Ya komandadan kimlər ki, bu illəri böyürlərində olur, bilibdilər və yaxud da bu neçə dənə kişi biz gördük də, indi mənim işim deyil, gən deyirəm. Ancaq fakt, ola bilsin o kişilərin biridir, kimisə ürəyinə dəyibdir, kimisə bu gedib bu Sultan xanım olub, bu da bir yerdə Odessada indi cavan uşaqlar böyüyübdülər, bəlkə sevişibdilər, nə olubsa, o da doğru versiyaya oxşuyur. İkinci, üçüncü də özlərinin Azərbaycanda deyirlər ki, nəm Rus kəşfiyyatı veribdir sizə, nəm kim veribdir. Hər kim veribdirsə, həqiqət ortaya çıxıb, məsələ, gen deyirəm, bizim işimiz deyil, Qənimət bəy, Mehman düzdür, o qədər zülüm gətiribdilər, bəzən riski çıxışlar eləyir, o şəxsi işidir, öz haqqıdır. Kiminsə arvadını biz müzakirə etmirik. İlham Əliyev birbaşa balaca Heydərlə mənim axırıncı Rusiyada, Qod Nisanovda malımı mülkümü alanda deyibdilər ki, bu balaca Heydərə verilir. Yəni İlham Əliyev belə tapşırıq verib ki, İlqar Hacıyev bunu verməlidir balaca Heydərə. Bu balaca Heydərin də arvadı kimdir? Alona, düzdür? Azərbaycan qanunundan da, bu şeydir, Rusiya qanununda göstərir ki, arvad 50-50 hər şeydə şərikdir. Yəni bu adam mənim deməli haqqımı yeyən adamların içərisindədir. Onlarda yəqin ki, bəy, müqavilə olar. Müqavilə hər halda var. Nikah müqaviləsi ki, birdən boşanmaz da olsa iddia eləyə bilməsin. Ola bilməz bu qədər sadə löçəsin. Ay bəy, indi hər oldu bu Fendi sumkalar, nə obrusilər, deməli mənim bir pulumun bir hissəsindən alınır. Adam Aliyona xanımın sumkasına baxır ki, orada da mənim payım var. Yəni, bu reallıqla elədir. Bu adam mənim malımı oğruyub. Birinci, hər bir Azərbaycanlının payı var orada. Çünki bu ya büdcə puludur, ya da İlqar Hacıyev kimi iş adamlarının, nə bilim, kiminsə əlindən alınmış malı haqqı yeyilir. Hər bir Azərbaycanın orada sumkada payı var. Yox, həm də yalnız sumka deyil. Sumkanın sadəcə indi biz sumka biraz gülmək üçün məsələdir ki, Mehman sumka bəziləri deyir ki, sən nə işin var, sumka baxırsan, Qod Nisanovun qızıdır. Yəni sumka məsələsi Qod Nisanovla bağlıdır. Yox, Qodlu çıxdıqda o yoxdur ortalıqda. Çıxsın desin ki, yox bəy, çıxsın desin ki, mənim qızımdır. Siz yalan danışırsınız. Mehman süni intellektlə eləyibdir bunları.
İlqar səni bəy, Qod müəllimin ailəsinə söhbət salmayın. Söhbət salmayın. Yox, qozu çıxaq. Mehman bəy, mən lap söhbətin əvvəlində dedim ki, hər halda belə dedim, cəmiyyətdə birmənalı münasibət göstərməyənlər də oldu. Baxmayaraq ki, əgər sosial şəbəkələrin məntiqindən, orada əks olunan fikirlərin spektrindən yanaşsaq, əksəriyyət anlayışlı yanaşdı, yumuşaq desək, amma başqa cür düşünən, başqa cür təqdim edən arqumentlər də oldu. Şəxsən Mehman bəy, sizə narazılığını bildirən adamlar oldu mu? Bu ümumi hamı üçün olan müstəvilərdə demirəm. Kimsə zəng eləyib narazılığını bildirə bilər. Ən dəhşətlisi deyim sizə. Hökumət İlham Əliyev artıq 10 gündür keçib bu olaydan, 10 gündür bu gündəmdə. 10 gün ikinci videodan keçibmi, birincidən mi keçib? Birincidən 22 yanvarda yayılıb və bu günlər ərzində hakimiyyət ağla batan bir cavab vermir. Nə deputatları, çünki nə açıqlasınlar, heç nə açıqlaya bilməzlər. Susurlarsa, deməli bunu qəbul ediblər. Amma Qənimət bəy, bir-iki şəxs var idi ki, hansı ki İlham Əliyevin repressiyaların qurbanı olub, hansı ki ölkədən çıxıb gedib İlham Əliyevin repressiyalarına görə və bütün bu hətta elə adamlar olub ki, İlham Əliyev onları da kameraya çəkib, onları da şantaj eləyib və şantaja görə mən düşünürəm ki, bəlkə şantaj olunduqlarına görə başlayıblar İlham Əliyevi və onun gəlini Alyona Əliyevanı müdafiə eləməyə. Haqlarıdır. Mən bunu araşdıranda, bunu ortaya çıxardanda mən yenə demişəm ki, mən ortaya öz həyatımı qoymuşam və bu video material mənim həyatımın bahasına oturub. Ona da gələcəyik, ona da gələcəyik. Bəli, Amma əksəriyyət təqdir eləyirdi hər halda. Bu ona görə də mən yayanda, planlar. Mən bu videonu yayanda düşünməmişdim ki, kim nə fikirləşəcək. Mən bir şey fikirləşirdim ki, İlham Əliyev düşünməlidir və papağını qabağına qoymalıdır ki, deməli bir gün öz qapısı da döyülə bilər. Yoxsa bizim ətrafdan olan dostlarımız, düşmənlərimiz, nə bilim, hökumətin mətbuatı, kim nə fikirləşəcək mənə heç nə maraqlı deyildi. Mən etmişəm, əcəb etmişəm. Azərbaycan tarixində bu ilk idi. Azərbaycan tarixində İlham Əliyev bu qədər rüsvay olmamışdı. Bu əcəb etmişəm deyib gözümü çıxartmayın. Bir dəqiqə gözləyin. Nətər əcəb etmişəm etdiyiniz deməli gülə çalan deyil daşınası. Yoxsa efirdən az qala barmağını salıb askimin altından gözümü çıxartmayın. Ona görə də yəni bu oldu. Artıq İlham Əliyev bundan sonra bizim ətrafımızı, dostlarımızı şantaj etməyə, cəhd etməyə istəyəndə o bir 100 dəfə düşünəcək ki, bunu etməyə dəyər, yoxsa yox. Və bilirsiniz nədir? Qənimət bəy, biz əslində böyük bir dalğanın qarşısını almışıq. İndi İlham Əliyev və Əli Nağıyev kimisə şantaj etmək istəyəndə artıq həmin o qurban çıxardıb Alyonanın şəkillərini göstərə bilər. Deyir ki, qardaş, sən məni niyə şantaj edirsən? Sən öz ailənə bax, sonra məndən danışasan. Yəni artıq bizim o qurbanların deyiləcək bir bəhanə, bir cavab var ki, sən get öz ailənə bax. Sonra bizim evimizi güdəsən, bizi şantaj edəsən. Amma hədə qorxular da varmı? Elə hər ikinizə aid deyir gəlin. Hədə qorxular siz təsəvvür etmirsiniz nə dərəcədə çoxalıb. Nəinki hədə qorxular. Hətta mənə bildiriblər ki, İlham Əliyev müşavirə də keçirib, Vilayət Eyvazovla, Əli Nağıyevlə. İlham Əliyev hələ başa düşmüş ki, nə baş verib. İlham Əliyev Əli Nağıyevi danlayıb. Çox böyük ehtimal bu yaxınlarda biz prosesləri izləməliyik və baxmalıyıq ki, nə baş verəcək. Yəni, ölkədə aləm dəyib bir-birinə. İlham Əliyev çox hirslidir, çox narahatdır və hələ də başa düşmüş ki, nə baş verib. Təhdidlər o dərəcəyə çatıb ki, yəni İlham Əliyevin düşünmədən bir qərarı oldu ki, Mehman buna görə cavab verməlidir. Mənə en qədər zəngilər olunub ki, Bakıdan Dövlət Təhlükəsizlik Nazirliyinin xüsusi adamları, deməli, bunları tapşırıq verilib.
sənin artıq izinə düşüblər və s. Mən də həmişə o adamlara bildirmişəm ki, mən İlham Əliyevi gözləyirəm. İlham Əliyevin dostlarını gözləyirəm. Və mən o İlham Əliyevin mənə göndərdiyi o adamları paketləyib yenə də özünə göndərəcəm. Amma İlham Əliyev unutmasın ki, misal üçün Cenevrədə 2 gün bundan öncə Leyla Əliyeva Cenevrədə idi, BMT-nin ofisində və elə olmuş ola bilər ki, mən də həmin an BMT-nin ofisində ola bilərəm. Bax görürsünüz, həyat bu meraqdır da. İlham Əliyev düşünməsin ki, bu bir dəfə dostumuzu Vidadi İskəndərlini Fransada qətlə yetirib, digər dostlarımızın üstünə hücum eləyib və düşünməsin ki, bu çox rahat bunu edə bilər. Aslında nə qədər dəqiq olduğunu deyə bilmərəm, amma hər halda mənə belə bir xəbər çatdı ki, 4 nəfərlik bir qrup göndərilib bu məsələnin qisası üçün Avropaya. Amerika biraz uzaqdır, bizə biraz gec gələcəklər. Orada yerli hindulardan səfərbər eləyə bilərlər. Məndə o xəbər var. Biz bütün aidiyyatı qurumları xəbərdar eləmişik. İlham Əliyevi gözləyirəm və İlham Əliyev yenə də bu məsələdə uduzmuş çıxacaq. Ona görə də belə təkliflər var. Misal üçün kimsə danışıqla bunu həll eləmək istəyir ki, gəl danışaq, gəl sənin problemlərini maraqlanaq, nədir səni narahat eləyən, biz sənə necə kömək eləyə bilərik, ay evlən, ay sən bir cibinə pul qoyaq, ay sən get özünə həyat qur. Yəni bu işlərdən sonra da hər halda, yoxsa? Əlbəttə ki. Şirinləndirici təkliflər də var. Hani açıq deyirlər ki, bir dənə o yaramaz var, çıxıb deyir ki, Mehman, biz sənin ailənlə, sənin qardaşını, sənin dədəni, sənin gör nə eləyəcəyik, zülm eləyəcəyik, səni maliyyələşdirəni tapacağıq, nə bilim, nə eləyəcəyik. Yəni bu məsələ, inanmıram ki, kimsə öz başına, Qənimət bəy, durub o boyda xiyar olsun, üzürlü hesab edeyim məni. İlham Əliyevin adından durub kimsə Azərbaycanda Mehmanı təhdid etsin ki, başqaları propaganda çalışırlar, göstərsinlər ki, bu deepfake-dir, Mehmanla, süni intellektlə eləyib. Həqiqət bir dənədir, burada bir şey edə bilməsən ki, həqiqət bir dənədir. Ona görə də təhdidlər var. Və bu məni qorxutmur. Biz bu silsilə araşdırmaları, silsilə videoların ardını gətirəcəyik. Gələn həftə yenə bir buraxılış olacaq və İlham Əliyev artıq dərk eləyəcək, həm də onu dərk eləyəcək ki, bizim dostlarımızı Meydan TV-dən, Toplum TV-dən, Abzasdan və digər jurnalistləri həbs eləməklə o ölkədə olan durumu və ya belə deyək də, durumu öz xeyrinə dəyişə bilməz. Yəni o düşünürdü ki, jurnalistləri həbs eləyəcək və onun haqda, onun cinayətləri haqda, onun ailəsi haqda heç kim danışmayacaq. Amma bu belə olmadı, bu onun planı baş vermədi və mən çox sevinirəm ki, sizin kanalınız var, digər blogerlərin kanalları var. Yəni biz əslində Azərbaycan məsələsi mühacirətdədir də. Azərbaycan məsələsi mühacirətdədir. Yəni mən sizə deyirəm ki, siz, biz, digərləri danışan dillər olmasa, İlham Əliyev, mən en qədər mesaj almışam ki, Mehman, Qənimət bəy, sən, Sevinç xanım, o birisilər olmasa, inanın Allaha bizi Azərbaycanda yolda tutub döyə-döyə cibimizə hər şey basacaqlar, pulumuzu alacaqlar. Asırlar da, Mehman. Yəni, ölkədə dəlxana olar. Və mən artıq görürəm ki, bəli, bu kanallar, onlayn televiziyalar ona görə lazımdır ki, ictimai nəzarət olsun, ictimai qınaq olsun, bir polis nəsə eləyəndə düşünsün, İlham Əliyev hansısa qanunu qəbul eləyəndə düşünsün. Ona görə də mən düşünürəm ki, biz, siz böyük işlər görürük. Üzr istəyirəm, bu söhbətə qayıdacağıq indi, təzədən qayıdacağıq, amma yanakı özbaşınalıqlar haqqında danışanda Mehman, mən istədim İlqar bəyə bir bədahətən sual yarandı. Dünən Süleyman Mikayılovu Qaradağın icra başçısı vəzifəsindən çıxartdılar. Adam 20 ildən artıqlı icra başçısıdır. Qaradağda da 16 ildir icra başçısıdır. Həm də çox müthiş korrupsiyalarda adı hallanan Kəmaləddin Heydərovun sağ əli adlandırılan adamlardan biridir. Kəmaləddin neçə dənə sağ əli var bilmirəm, amma
ümumi korrupsiya katyolu hər halda eynidir. Siz bilərsiniz, Qaradağ sənaye rayonunda hər halda, ailənin də bir xeyli obyektlər oradadır. İlqar bəy, Süleymanın əhəmiyyəti nə idi və onun işdən çıxarılması yalnız Süleymanın vurulması deməkdirmi, yoxsa ümumiyyətlə icra hakimiyyəti strukturunun ləğv edilməsi istiqamətində aparılan məqsəd yönlü işdirmi? Amma bu söhbəti qaydacağıq Mehman bəy, hələ orada mən müstəntiq suallarım var bir neçə də. Bəy, deməli Süleymanı mən şəxsən tanıyıram. Yəni bəli, kömürlükdə işləyəndə, sonra Qaradağın icra başçısı olanda, hətta axırı illər mən Rusiyada yaşayanda o Abidin Nərmanovun icra başçısından yaxın dostuydular. Gəlirdilər, Moskvaya da yanımıza gəlib gedirdilər. Yəni belə yaxşı münasibətim də olub. Deməli, bu birbaşa bu yavaş-yavaş bəylərin qohumlarını nədən başladılar? Ben yadınıza saldım. Bəylərin qohumlarını birini işdən çıxartdılar, sonra birini tutdular. İndi Süleyman da 100% neçə illərdir Kemaləddinin adamıdır. Yəni Süleyman heç bir vaxt qucaq dəyişməyibdir. Başqa nazirlər tez-tez qucaq dəyişirlər. Yəni otururlar bu qucaqda, sabah görürlər ki, bu 6 ayın adamlardır, qaçırlar, dəyişirlər. Yəni belə şeylər var praktikada, onu demək yaxşı bilir. Ancaq Süleyman axıracan Kamalla olubdur və bu gün də düşünürəm ki, Kamala məncə artıq başlayıbdılar. Ən varlı icra başçılarından biriydi hər halda. Konkret olaraq varlı. Yəni ən varlı, elə demək olar ki, ən varlı. Elə Abidin, o bu Elxan bu nədir bu? Elxan Usubov bu şeyin qovumu mənim işim idi. Bu Şəkinin icra başçısı. Yəni varlı çox belə həddən artıq varlı. Elə belə yəni icra başçısına indi yeni qoyulan icra başçılarına limit qoyubdular ki, sənin bundan yuxarı nəsə eləsən tutulacaq. Yəni biləsən. Məsələ bu saat biraz sistemi dəyişibdilər. Sistem başqa cür qurulur. Qabaq bu icra başçıları buradan alırdı, buradan da bunlardan bölüşürdü və dilləri qısaydı. İndi isə sistemi tam tərsinə eləyibdilər. Yəni buna paket verirlər icra başçılarına və konkret hassasa bir şeyi icazə olsa, icazə verirlər ki, bəli, buna baxa bilərsən. Qalan hər bir şey, ancaq işi odur ki, ailənin bizneslarına sənət çıxartsın, sərəncam çıxartsın, nə varsa, ancaq xidmət 100% tam dəyişibdilər, ailəyə xidmət gedir. Qabaq bunlar icra başçıları Süleyman 250 milyon dollar istəyirlər deyə məndən bir xəbər daxil oldu bugün. İşdən çıxarılanda 250 milyon dollarlıq icra başçısından böyük təsəvvür edirsiniz. İnanmıram. Süleymanda olar bir yeyib içən biraz belə Süleyman mülklər daşınmaz əmlak. Bir 100 milyon olar. Mən Süleymanı yaxşı tanıyıram. Yəni bu 250 milyon bunu nəsə yəqin elə birbaşa konkret olaraq deyiblər ki, ayaqqabı da çıxartır. Hə də, yəni bu məsələ odur ki, get də, yəni pulun yoxdursa get. Davay. Şuraya. Əl dəyişirlər. Tamam, təşəkkürlər. Qaydırıq bayaqki məsələ. Bayaq Emin bəy mənə bir link atdı. Baxdım, Aşbada bir dinləmə keçirilib. Orada Mehman Hüseynova təhlükələrlə bağlı. Bu Alyona xanımın olaylarının səbəbindən. Mən bilirsiniz, Mehman bəy, bilmirəm siz düşünmüsünüz yoxsa yox. İndi 3-cü ya 4-cü neçənci videolar olacaq, onu deyə bilmərəm. Siz daha yaxşı bilirsiniz. Amma sizə elə gəlirmi ki, hökumətin sizə qarşı hansısa qısas əməliyyatı keçirməsində, aradan götürməsində, hətta vurub öldürməsində bir başqa motiv də ola bilər. Nədir bu motiv? Heç kimin garantiyası yoxdur ki, bu seriya gedəndən sonra orada başqaları haqqında da sliv olmayacaq. Ötürülmüş informasiya. Bəy, elə sizin ekranınızdan deyirəm, elə Mehmanla başqa ekranlar, kimdə ki belə İlham Əliyevin ətrafında, nazirlərdə nə material varsa alırıq. Yəni təhlükəsizliyi də garantiya veririk. Bəy. Bilirsinizmi ki, bu qanunsuz çağırışdır və mənim efirimdən belə bir çağırış etməklə. Mən bilmirəm ki, qanunsuz çağırışdır. Cinayəti açmaq qanunsuzluqdur, bəy. Cinayəti açmaq qanunsuzluqdur.
Yəni bir adamın korrupsiyasını, cinayətini açanda o qanunsuz bir işdir bəy. Bu jurnalistin işi nədir? Sualım odur. Artıq Ki- belə təkliflər, eyhamlar falanlar varmı ki, yaxud gözləyirsizmi ki, başqaları haqqında da gələ bilər? Gəlmət bəy, bu məsələ partlayandan sonra mənə bir hörmətli şəxs Bakıdan zəng eləyib. Sizin də tanıdığınız, mənim də tanıdığım və bildirib ki, Mehman. Bizim ikimizin də tanıdığımız adamsa deməli hörmətli adamdır. Orasını şübhə eləmirəm. Bəli, gözəl. Və bildirdi ki, Mehman, böyük iş görmüsən, amma məsələ odur ki, bir gün, bu sözü mən sənə deyirəm və yadda saxla, bir gün İlham Əliyev haqda materialları, nə bilim kasetləri, nə bilim korrupsiyanın sxemlərini sənə ötürəcəklər. Və ən böyük problem, Qəlmət bəy, məhz odur ki, İlham Əliyev həm də ona görə narahatdır ki, bu partlayış, bu prezident davam eləyə bilər. Bu qorxur ki, bu kimsə həvəslənib, ortada İlham Əliyevin Yəni bu dalğa uğurla getdi. Bəli. Başqaları da həvəslənə bilər. Aysa, bax ona görə də İlham Əliyevi ən çox narahat edən məsələ budur ki, bu baş verməməli idi. Yəni bu baş verməməli idi. Bu Əli Nağıyevi həm də ona görə danlayıb ki, yəni məsələ bilirsiniz nədir? Əli Nağıyev Dövlət Təhlükəsizlik Nazirliyi, nə bilim xarici kəşfiyyat orqanının rəisi Orxan Sultanov materiallar mənə gələndə artıq DTX-nın xəbəri olmalı idi ki, Mehmanın əlində bu materiallar var. Yəni bu iş nədir? Bu iş necə ola bilər ki, bu Mehmanın evində kameranı saxlayır, Pegasusla izləyir, hər cür eləyir, amma Mehmana İlham Əliyevə problem yaradacaq bir material əlinə düşür. Bunu heç kimin xəbəri olmur. İnandırırlar ki, hər şey yaxşıdır cənab prezident və bu partlayış baş verir. Sonra bir də görürəm ki, bəzi jurnalistlər, hökumətin jurnalistləri yazırlar ki, dövlətə qarşı bir hücum, bir terror mu deyək, bir hücum hazırlanır. Deyirlər prezidentin ailəsi müqəddəsdir. Bu dövlətə qarşı terrordur. Hücum hazırlanır və bu baş verdi. Amma yaxşı tutam ki, götürək bunu bir dövlətə qarşı, İlham Əliyev qarşı hücum. Bu plan baş verdi də, düzdür? Bu material yayıldı, informasiya. İlham Əliyev çağırmır ki, ay Əli Nağıyev, bəs sənə mən tapşırmışam axı, dövlətin təhlükəsizliyi ilə məşğul ol. Sanki bir hadisə baş verir Azərbaycanda, amma Əli Nağıyevin, Orxan Sultanın bundan xəbəri yoxdur. Yox, obyektiv olaraq necə xəbər tuta bilərlər ki, adam Almaniyada və yaxud İsveçrədə deyək ki, deyirsən Almaniyada da gərək kamera qurardılar otağına. Yəni hansısa başqa ölkədən kimsə adama zəng eləyir Almaniyadakı adıma, deyir İmam üçün ağlayanda Yezid üçün də Əli Nağıyev bunu necə müəyyənləşdirsin? Başa düşdüm. Amma bunu təqdim eləməsinlər də ki, dövlətə qarşı bir hücum planı baş tutdu. Bu əslində Əli Nağıyevin nə qədər mənasız, nə qədər bekar, nə qədər mənasız bir... Amma mən sizdən sonuncu söhbətim Mehman bəy, harca bir ay əvvəl olmuşdu, səhv eləmirəmsə. Bir ay əvvəl biz söhbət eləmişdik, amma onda bu məsələlərlə bağlı sizin ittiham etdiyiniz tərəf Vilayət Eyvazov idi. Səhv eləmirəmsə, 23 dekabrda bizim söhbətimiz olmuşdu. Bəli, biz danışmışdıq. Həmin o evinizdə quraşdırılan kameralar falanlarla bağlı Vilayət Eyvazov ittiham edirdiniz. Vilayət Eyvazov mən yadındadır o efir. Yəni bir mənalı bunu həm yenə təkrar edirəm ki, Vilayət Eyvazov nə qədər rüşvətə meyilli olsa da, nə qədər çirkin işlərlə məşğul olsa da, İlham Əliyev siyasi fəalların seks şpiyonajını Vilayət Eyvazova tapşırmır. Bunu eləyən bir qurum var. O, Dövlət Təhlükəsizlik Nazirliyidir və mən dediklərim o idi ki, biz ailə olaraq... Beni vilayəti niyə sürürdünüz be onda? Və biz ailə olaraq müraciət eləmişdik polisə ki, bunu araşdırsın da, qardaş, mən özüm onlayn formada şikayət göndərmişəm. Mənə zəng eləyiblər Daxili İşlər Nazirliyindən, mətbuat xidmətindən, müavinləri, işçiləri,
dədəmə, qardaşıma bildiriblər ki, ay Hüseynovlar, ay Mehman, bunu biz araşdırmayacağıq, bizi başa düş. Biz imtina edirik sən ərzəvi qəbul eləməyə, biz araşdırmırıq. Mən də dedim ki, okey də siz araşdırmırsınızsa, deməli polis bu ölkədə nə ilə məşğul olur? Mənim evimə cinayətkar bir dəstə girib, kamera qoyub, 5 il izləyib, polis də deyir ki, araşdırmırıq. Mən deyim, araşdırmırsan, amma mən yol polisin korrupsiyasını araşdıra bilərəm, mən yol polisin özbaşınalığını araşdıra bilərəm. Ona görə də başladım bu işdən. Amma qəti bir şey var ki, məni, ailəmi şantaj edən şəxs Vilayət Eyvazov yox, Əlnağıyevdir. Amma Vilayət Eyvazov da boğazına qədər korrupsiyanın, cinayətin içindədir. Hə, yəni mən nəsə yanlış onda başa düşmüşdüm. Ya da yadımda yanlış qalıb ki, o vaxtı. Çünki Mehman nə vaxt açırdım, Vilayət Eyvazovu yıxır, sürüyür, tətbiq edir. Amma sən demə, bu söhbət bu tərəfdən imiş. Amma hər bir halda İlqar bəy sizə qarşı bir mənalı dirək, yəni hədə qorxular filanlar olmayıb ki, yoxsa olub? Bəy, 29-u sən məhkəməni keçirdilər, qərar çıxardıbdılar. Mənim məhkəməmlə nəsə uzadırlar. Bilmirlər nə eləsinlər. O hədə qorxu deyil. Yox, məsələ nədir? Birbaşa durum deyim ki, birbaşa kimsə mənə zəng eləyib, ya təhdid eləyib, belə bir şey olmayıb. Mən durub həmişə haqqını danışmışam. Ancaq trollarla şəhərlərdə yazır, gəlib öldürəcəyik, tutacağıq, nə bilim, nə edəcəyik. Ulduza hürənlərdir. Yəni ona görə deyirəm, belə bir şeylər var. Ancaq Mehman kimi konkret olaraq ki, yəni o Mehmanı təhdid edən adam orada deyir ki, sənin maliyyə bıraxan adamı da nə tapacağıq, nə edəcəyik. Kosuna Mehman da çıxıb deyib ki, 2 dənə sponsorum var. Əlin Ağıyevdir, yəni bir də İlqar Hacıyevdir. Ona görə birbaşa Əlin Ağıyevi yəqin şeydə nəzərdə tutmur da, bu şeydə. Mehmana yardım edən İlqar Hacıyev. Deməli, İlqar Hacıyevi də eyni təhdid. Belə gəlir. Yoxsa başqa cür Qənimət bəy. Bu saat bunlar bilmirlər ki, nə eləsinlər. Məsələ təhdid eləsinlər, sənə cinayət işi açdılar, mənə, o birisi blogerlərə, birinə 16 il, birinə 20 il, birinə nə qədər. Ancaq faktiki onlar bir şeyi başa düşürlər ki, bu Amerikadır, Avropadır, yəni məhkəmə sistemi var, bu AŞBA var, parlament var, başqa bir təşkilatlar var. Hansı ki, bunların məhkəməsi deyil, bunların prokurorluğu deyil. Amma sizin məhkəmə həll olmayıb, hə? Məhkəməni başlayıbdılar. Ancaq bu məsələ çıxandan sonra 26-sı, 29-u bitməli idi mənim məhkəməm. Deməli, bu məsələ 22-si çıxandan sonra nəsə məhkəmədə xəbər yoxdur. Fikirləşirlər, nə eləsinlər, neçə il iş versinlər. Murad bəyə 6 il verdilər, ona az verdilər. Biraz da incidir məncə. Çünki mən onu... Xətrinə dəyib. Təbii, mən şübhələnmək üçün əsaslarım olduğunu ona bildirdim ki, necə olur ki, hamıya 7 ildən başlayaraq, amma sənə 6 il... Məhəmməd Mirzəliyə də deyəsən 6 veribdilər. Muradı, siz hamınız şeysiniz, siz indi elə bir türmədəsiniz, bir də mənim üstündə cinayətçi yoxdur. Bir mən təmizəm. Yox, məncə Mehman bəyə həbs cəzası verməzlər. Elə ölüm cəzası verib icra edirlər. Bu söhbət bir dəfəlik qutarsın. Bəy, bu məsələ həqiqətən də gülməli gəlir. Bu məsələlər elə belə, yəni durub İlham Əliyev, sənin nə işin var Mehmanın yataq otağında, sənin nə işin var İlqarın anası ermənidir, Mehmanın anası ermənidir. Əgər hətta o haqq hesablar olmasaydı da konkret sizə qarşı bu informasiyalar gəlsə yayardınız mı? Yusuf, düşünmədən. Xalq həqiqəti bilməli idi də. Bəy, bunu necə yəni? Sən bunu gizlətməkdə cinayətkarlıq eləyirsən deməli. Söhbət budur. İndi qoy izah eləyim. Mən düşünürəm ki, ümumiyyətlə mənə qarşı seks şpiyonajı olmasaydı, mənə qarşı bu qədər baskı, bu qədər təhdid, bu qədər üstümə hücum olmasaydı, bu materialları mənə heç kim də verməyəcəkdi. Burada sırf nəzərə alıblar ki, aha, Mehman çəkiblər, qısassızdır, lazımdır, elə buna verməliyik. Bizə lazım olan adam Mehmandır.
Yəni mən düşünürəm ki, bunlar olmasaydı, mən Meydan TV-yə müsahibə verməsəydim ki, şantaj eləyiblər, məni sürgün eləyiblər, anamın ruhunu incidirlər, bütün günü anam haqqında televiziyada danışırlar. Oradan o da bir iyrənclikdir də. Adamın anası rəhmətə gedib və ölmüş adamı, rəhmətə gedmiş adamı şərləməklə davam Və edirlər. bu olanda... Mənim də anam rəhmətə gedib. Bütün günün bir şahinlərdən başqa TV-lər çıxır ki, İlqar Hacıyevin anası ermənidir, kimdir. Yəni başqa şey danışa bilmirlər. Bu gün İlqar Hacıyev gözümə nə sataşıb? Bu Çingiz Gənczadə mən burada məhkəməyə vermişdi. 2019-cu ildə. Təsadüfən belə internetdə Google-da qabağıma çıxıb ki, adam o vaxt 2019-cu ildə harasa müsahibə verib. Hansı saytların birində. Deyir ki, Qənimət Zahidin ailəsi əslən Hindistandan gəlib Azərbaycana yerləşmiş qaraçı tayfasındandır. Belə mənə qəribə gəldi ki, mən şəcərəmi hardan öyrənir? Arkadaş işimə nə aidiyyəti var? Niyə Hindistandan gəlmiş qaraçı? Başqa ölkələrdə də qaraçı olur. Niyə məhz Hindistandan? Bəlkə bizimkilər Hindistandan gəlmir. Və mən bildirmişdim ki, İlham Əliyev, mən onun hələ növbəti addımını gözləyirəm. Cavab verilməlidir, ay nə bilim, nə eləməlidir? İlham Əliyev artıq dərk eləməlidir ki, növbəti mənim ailəmə qarşı, mənə qarşı bir plan, bir təzədən şərt böhtan kampaniyası olsa, İlham Əliyev, mən düşünmədən Alona Əliyevanın videolarını yayacam. Düşünmədən. Bu etikdir, etik deyil, qanunidir, qanuni deyil. Arkadaş özünü qoruyursan da sən burada nə var ki? Foto videolarını BMT-də hər yerdə yapışdıracam. Flashcardda hər kəsə paylaşacağam ki, bu gəlindir, bu gəlinidir. Yəni İlham Əliyev dərk eləməsin ki, bununla mehman söhbət eləyir. Bugün mən yenə də paylaşdım ki, Odessadan mənə yazırlar və Alonanın təzə şəkillərini göndərirlər ki, mehman. Mən burada başqa bir şey axtarırdım. Siz orada kaset axtarsınız deyəsən. Təzə şəkillərini göndəriblər, normal şəkillərdir, göstərmək olar. Buradan, yəni Odessada bu o qədər vəziyyət, bu məsələ o qədər partlayış olub ki, Gürcüstan bundan danışır, Türkiyə bundan danışır, Rusiya, Ukrayna bundan danışır və Odessadan mənə yazırlar ki, mehman, bu bizim məhlən Alona'nın imiş ki, biz heç bilmirdik ki, bu gedib prezidentin uşağına qarmağı şeyləyib, qoyub. Yəni Odessada yaşayanlar, bunun qonşusu olan, bunun tələbə yoldaşı olan, bunun sinif yoldaşı olan, bunun qonşusu olan hər kəs mənə yazır ki, Odessa böyük şəhər deyil də. Məncə 1 milyona qədər əhalisi olmalıdır. Yəni həm də çoxu köhnə yerli əhali deyil, amma bir-birini tanıyır. Odessada artıq bunu hər kəs bilir. Bir dənə onları çaşdıran o idi ki, mehman, o plastik əməliyyatlar eləyir, dodağını şişirdir, Mehriban Əliyevə oxşadır. Amma budur, biz artıq onu tanıyırıq. Mehriban Əliyevə oxşatmaq istəyirdilər, qoda oxşatdılar. Bir abıçılıq odur. Həqiqətən elədir. Yox, nəyi götürmək istəyirdim? Söhbətimiz yekunlaşır zaten. Amma istədim həm də sizə indi dosyasına bir göstərim də. Belə bir kitab buraxdım burada. Bu mənim həbsxanadan yazdığım kitabdır. Ölüm korpusu. Qalın da kitabdır. 500 səhifə. Ay maşallah, maşallah. Yazanda elə belə kitablar yazmıram. Həbsxanadan yazdığım kitabdır. 500 səhifəlik Ölüm korpusu adlı fransızca bir kitabdır. Elə belə istədim sizə həm şəxsən bir məlumat verim, həm də izləyicilərimizə göstərim ki, burada boş oturmur. Bəyənin paylaşın, bəyənin paylaşın. Kitablardan da alın. Kitablardan alın. Bu kitab zaten fransızlar üçündür, fransız dilində olanda, amma kiminsə fransız dostu tanışı varsa alıp bağışlaya bilər belə yəni. Siz məncə Fransa haqqında bir dənə də kitab yazacaqsınız. Bəy, mən Fransada bir romanım çıxıb fransızca. Bir İngiliscə kitab yazmışam Azərbaycanda işgəncələrlə bağlı. Belədirmi? Bu çıxıb, bunu paylayıram deputatlara falanlara. Bir romanım var, Canavar adlı roman. Onu bu ilin axırına qədər fransızca çıxaracağım, Azərbaycanca çap olunub. Gələn ilə də bir sürpriz romanım var. Onu elə bir nəfəsə fransızcaya çap elətdirəcəm, Azərbaycancaya yox. Çünki o cür kitabları onsuz çap edirsən, Azərbaycana göndərmək mümkün deyil.
Öz məziyyət verməyib. Doğru. Ona görə də mən İlham Əliyevə də səslənmişəm ki, bax mən diskləri buraxacağam, kasetləri düşünmədən, qanunlara, etikaya riayət etmədən. Baxın, mən həm də bu kitab məsələsini niyə görə qabardıram? Bu potensial killerlərə mesaj verirəm ki, mən kitabı yazıram, roman yazıram. Mənim amma kaset zat danışır. Yəni öldürmə zat niyyətiniz varsa özünüz seçin də, yəni. Həqiqətən də gülməli olubdu. Həqiqətən də. Mən roman yazıram, mənlə işiniz olmaz. Bir dövlət ki, öz vətəndaşını gedir xaricdə öldürür və yaxud da cinayət işi açır, neyinir? Yəni o dövlətin çox iyrənc hadisədir. Çox iyrənc, kimisə narkotik, kimisə yatağına, kiminsə silah, kiminsə nə, o da bumerangdır. Amma geri əmin edirəm sizə, elə bir əməliyyat planlaşdırılanda belə mənim xəbərim olacaq və xatırladım. Vidadi İskəndərli öldürülməmişdən düz 2 həftə əvvəl bu efirdə Əfqan Muxtarlı ilə canlı yayımda mən belə bir əməliyyatın planlaşdırıldığını, kimlərin göstərişi əsasında, kimlərin icraçı rəhbərliyi əsasında həyata keçiriləcəyini dedim. Bu efirdən dedim və yazdım və göndərdim Fransa Daxili İşlər Nazirliyinə ki, belə bir haqq hesablar var. Amma bu tezlə olacağın açıq heç mən özüm də fikirləşmirdim. Mən fikirləşirdim ki, onda Bakıda nəsə tədbir idi, bilmirəm, nə tədbir idi. Kop ola bilər, kop. Nəsə elə bir şey idi də, mən fikirləşim gözləyərlər, o qutarar heç olmazsa. Amma öncədən demişdim, yəni ona görə deyirəm ki, qorxma. İndi bizə nə demək istəyirsən, nəsə bilirsən? Yox, indi əgər hətta öldürmək plan işə düşəndə yəqin ki, mənim xəbərim olacaq. Xəbərdarlıq edəcəm. Allah qorusun hər birimizi. Allah qoruyanı. Xəbərdarlıq eləmədən sizi öldürsələr o demək deyil ki, mən bilib gizlətmişəm. Sadəcə olaraq bəlli bir ehtimal var ki, xəbərim olacaq. Çox maraqlı məsələdir. Biz oturub xalqımızla artıq belə gülməklə danışırıq. Kimisə öldürmək, kimisə artıq yəni xalqımızın beyninə yerdiklər ki, normal bir şey. Diktaturalar, azğın rejimlər ən qanlı hadisələri belə farsa və yumora çevirə bilirlər. Çox təəssüf ki, bu əlbəttə bizdən asılı deyil. Biz gördüyümüz reallıqların əsasında öz nikbinliyimizi qorumaq hesabına yaşayan adamlarıqsa, bunu bir ironiyaya da çevirmək haqqımız var. Məncə. Təşəkkürlər, dəyərli bəylər. Sağ olun. Təşəkkür edirəm.